Real Madrid bu El Clasico'da ötən mövsümdəki biabırçıların qisasını ala biləcəkmi? Bunu deməyimə əsas səbəb Madridin hazırki mövsümdəki forması və Barcelona'nın yüksək xəttinin deşifrə olunmasıdır. Birinci olaraq gəlin zədələrdən danışaq. Baxın, bu cədvəldə gördüyünüz kimi birdən-birə bir neçə oyunçu Barcelona'da iştirak etməyəcək. Onların arasında ciddi itkilər həm Joan Garcia'dır, həm Lewandowski'dir və Rafinha'nın Olmo'da bu maçda çox güman forma giyməyəcəklər və bu kifayət qədər hər şey dəyişir. Bugünkü jurnalistika bugünün ani nəticələrinə reaksiya verir. Xabi Alonsonun belinə yükləməyə çalışırlar ki, bu adam böyük oyunların məşqçisi deyil. Mənə görə bu boş-boş tezisdir. Atletico Madriddə biz qısa şəkildə danışsaq, burada Simeone'nin o taktiki gedişi ilə yanaşı Xabi Alonsonda kobud səhvi var idi. Zədədən yeni sağalmış Jude Bellingham'i heyətə qaytardı. Onu heyətə Arda Gülərlə uğurlu şəkildə inteqrasiya etmədi. Lakin Xabi Alonso da öz səhvlərindən yaxşı nəticə çıxarmağı bacaran bir məşqçidir və biz Real Madridin növbəti görüşlərində məşqçinin necə hər iki oyunçunu ya növbə ilə və eyni zamanda heyətə inteqrasiya etmək cəhdlərini görürdük. Misal üçün Jude Bellingham Villarreal maçda əsas heyətdə deyildi. Arda Güler isə Getafe ilə maça oyuna sonradan girmişdi. Lakin Juventus oyununda hər iki futbolçu eyni zamanda forma geydi. Maraqlı və narahat edici məqam ondan ibarətdir ki, Barcelona'nın yüksək xətti bu mövsüm iflic vəziyyətdədir. Xatırlayırsınızsa, Barcelona ötən mövsüm Real Madridə qarşı oynadığı 4 oyunda Real Madridi 24 dəfə süni oyundan kənar vəziyyətdə tutmuşdu. Bunların ən çoxu birinci oyunda olmuşdu, 12 dəfə. Süni oyundan kənar vəziyyətdə tutmağın fəsadları çox böyükdür. Yəni bu bir növ rəqibin hücum tempini aşağı salır və nəticədə rəqib özünə xas olmayan qeyri-komfortlu ssenariləri sınamağa başlayır ki, buna da hazır olan Barcelona futbolçuları bu ssenariləri daha çox neytrallaşdıra bilirlər. Amma bu mövsüm bu çox ciddi şəkildə axsayır. Baxın bu epizoda. Bu epizod çox vacibdir həm də Madrid oyunu üçün. Rəqib Barcelona'ya qarşı 4-4-2 sxemi ilə müdafiə olunur. Pedri ən yaxşı oyunçulardan biri top itirir və Pedri top itirən kimi Barcelona öz qapısına olduqca ciddi bir qol epizodu buraxır. Digər epizodda isə yenə də Girona 4-4-2 ilə müdafiə olunur və yenə də Barcelona yüksək xətti boşluq buraxır. Həm də Olympiakos 4 analoji epizod Barcelona qapısında yaratdı. Özünüz də gördünüz ki, qırmızı karta qədər demək olmazdı ki, Barcelona çox inamlı futbol oynayır. Uzun sözün qısası odur ki, rəqiblər Barcelona'nın yüksək xəttini çözüblər. Olympiakosla rəqib 10 nəfər qaldığına görə bu özünü göstərmədi. Amma PSG ilə məğlubiyyətdən sonra Hansi Flick bildirmişdi ki, komandanın ən böyük problemlərindən biri zədələrlə yanaşı fiziki formasının əla şəkildə olmamasıdır. Sizin fikrincə Real Madrid nəhayət tilsimi bu oyunda qıracaq, yoxsa Barcelona El Clasico'da söz sahibi olmaqda davam edəcək?